Salam, hörmətli tamaşaçılar. Din və Cəmiyyət verilişi efirdədir. Biz mütəmadi olaraq verilişimizdə müasir həyatda tez-tez rast gəldiyimiz və müasir dünyanın əsas problemlərindən sayılan məsələlərə aydınlıq gətirməyə çalışırıq. Elə bugün də ənənəmizə sadiq qalacağıq. 21-ci əsrin ən böyük problemlərindən biri ekologiya problemidir desək, yəqin ki, səhv etmərək. Elə biz də bugünkü verilişimizi ekologiya probleminə və İslam dininin ətraf mühitə münasibət məsələsinə verdiyi açıqlamaya həsr edəcəyik. Qonaqlarımızı sizə təqdim edərək bugünkü qonaqlarımız Vəkillər Kollegiyasının üzvü Siracəddin Kərimov və ilahiyyatçı Ağa Hacıbəylidir. Mən sizi salamlayıram, verilişimizə xoş gəlmişsiniz. Ağa müəllim, İslam dininin ətraf mühitə münasibət məsələsinə baxış tərzi necədir? Bizim dinimiz ekologiya probleminə nə şəkildə yanaşır? Buyurun. İslam Allahın kainatda qoyduğu bir nizamın adıdır. Varlıq aləmi əslində bir İslam içərisində Rəbbimizə itaət edir. Biz həmişə bir gerçəkliyi görürük ki, İslam dini bir günəş kimi, bir çıraq kimi parlar, insanlığın önünü açar, onun gözlərini, üfüqlərini açar, həyatda ona verilmiş nemətlərin sahibinin yaradan olduğunu ona xatırladar. Bu baxımdan əslində dünyamız istər ağacı ilə, flora, faunası ilə, heyvanlar aləmindən, nəbatatdan tutmuş cəmadata qədər hər şey Allahın mülkü olaraq göstərilir. Və bu baxımdan biz Allahın mülkündən istifadə edirik və onu istismar etmədən, israf etmədən istifadə etmə haqqına sahibik. Açığı onun üzərində dayanmaq lazımdır ki, Rəbbimiz dünyada bu nemətləri bizə Ər-Rəhmən isminin hakimliyi ilə verir. Yəni Allah öz mərhəməti olaraq dünyanı bir rəhmət süfrəsi olaraq önümüzə açıb, biz də bu nemətlərdən istifadə etdiyimiz zaman o rəhməti, o mərhəməti görmə məcburiyyətindəyik. Sadəcə şəxsi həyatımız üçün, mənfəətimiz üçün deyil, insanlığın yaşaması üçün, toplumun və bəşəriyyətin dirçəlişi üçün çalışma məcburiyyətindəyik. Bu baxımdan İslamın təbiətə olan münasibəti təbiətə can olaraq baxır, canlı olaraq baxır. Xüsusən ağaclara belə deyək, ciyərlərimiz olaraq baxır. Çünki hər bir ağac öz halı ilə bir möcüzədir və bizə oksigen verir. Ağacların bir yönü ilə yer kürəsinin libası, digər yönü ilə ağaclar həm də bizim istifadə qaynağımızdır. Həm heyvanların istifadə etdiyi bir qaynaqdır, həm də insanların, ağacların olmadığı bir yerdə həyat olmaz. Bu baxımdan eyni zamanda çiçəklərin belə o torpağın dar həbsxanasından çıxdıqları zaman bir belə deyək, kiçik toxumların içərisində onun böyük həyat fəlsəfəsi gizlidir. Və bizdən tələb olunan, İslamın bizdən tələb etdiyi bir şey də o təbiətin təbiiliyini pozmamaq, suları çirkləndirməmək, havanı çirkləndirməmək kimi tələblər dayanır. Açığı bugünkü müasir dünyanın inkişaf etmiş o texnologiyanın istər sənaye yönündə olan atıntıları olsun, istər də digər hərb sənayesindən atılan o atıntılar olsun, bunlar təbiəti çox ciddi şəkildə kirləndirir və bu çirkləndirmələr bizə ağır başa gəlir. Çünki təbiət insanlığın anası kimidir. Biz anamızın qoynunda hansı hüzuru, əminamanlığı görürüksə, əslində yaradılış baxımından elə yaradılıb ki, biz ondan doğru istifadə etdiyimiz zaman ki, ilahi bir sistem var, nizam var. Biz ondan çox gözəl şəkildə faydalanırıq. Amma təbiiliyini pozduğumuz zaman, istər bu bir genetik, onun şifrələrini pozmaq olsun, hər hansısa bir toxumun, istərsə də suların, dənizlərin çirkləndirilərək artıq bir bataqlığa gətirib çıxarılması olsun ki, zərbə insana dəyir. Bugün havanı çirkləndirən, bugün ağaçları kökündən qoparıb, bəzən körpülərin salınması, yolların açılması, bəzən bir binanın, bir obyektin tikilməsi baxımdan 50 illik, 70 illik, 100 illik, bəzən elə ağaçlar var, 2-3 əsrə qədər ömrü var. O ağacı yerindən qopartmaq, əslində əllərini açıb Allaha dua edən bir məxluqu məhv eləmək deməkdir. Bu o deməkdir ki, həyat ağacının üzərində oturmuşuq, amma üzərində əyləşdiyimiz ağacın o həyat budağını kəsirik. Bəli. Mən bir məsələyə diqqətinizi yönəltmək istərdim. İslam düşüncəsinə görə insan Allahın yer üzərində xəlifəsi sayılır, canişini sayılır.
xəlifəlik elə Allahın verdiyi nemətlərdən öz başına şəkildə faydalanmaq, egoistcəsinə hər şeyi istismar etməkdən ibarət deyil. Xəlifəlik həm də bir məsuliyyətdir. Yəni hər şeyi nizamlamaq, hər şeyin haqqını vermək, bizə tapşırılanın qədrini bilmək, bir böyük kimi bizim ixtiyarımızda olanların haqqını vermək və onların hüquqlarını nizamlamaq deməkdir. Amma əgər biz özümüz üçün böyük yaşayış massivləri, villalar tikmək xatirinə ağacları məhv ediriksə, yer üzünü ağaclardan təmizləməyə başlayırıqsa və bununla yanaşı quşları, heyvanları öz yuvalarından didərgin salırıqsa və yaxud yeməyimiz xatirinə, qarnımızın belə deyək xatirinə bəzi heyvanları qırmızı kitaba salınmaq dərəcəsinə gətirib çatdırırıqsa, bu nə cür xəlifəlik oldu? Bu nə cür Allahın yer üzərində canişini olmaq oldu? Yəni biz bu məsələlərə xüsusilə diqqət yetirməliyik ki, biz bəzən xəlifəliyi çox tez-tez təkrar edirik, bunu insanlığa, bəşəriyyətə bir fəxr kimi, bir ucaqlıq kimi xatırladırıq. Amma bunun arxasında çox böyük bir məsuliyyətin durduğunu yadımızdan çıxarırıq. Bu bəli, bəşərə, insanlığa verilən çox böyük qiymətdir Allah tərəfindən. Amma həm də çox böyük bir sınaqdır, böyük bir imtahandır, böyük bir məsuliyyətdir. Siracəddin müəllim, mən istərdim ki, ekologiya məsələsinə hüquq aləmində, hüquq dünyasında münasibətdən danışaq. Ümumiyyətlə, beynəlxalq aləmdə ekologiya məsələsi nə dərəcədə aktualdır? Azərbaycan Avropanın ailəsinin bir üzvüdür. Biz Avropa Birliyinin üzvü deyilik, gələcəkdə ki, ola bilsin, inşallah olsa. Ancaq buna baxmayaraq, Azərbaycan kimi digər Avropa İttifaqının üzvü olmayan dövlətlər Avropa qitəsində yerləşir, yəni Avropa ailəsinin bir üzvü və o baxımdan da biz istədik-istəmədik Avropaya inteqrasiya eləməliyik. Və Avropaya inteqrasiya eləyiriksə, bu edəmlə ki, biz bütün dünya inteqrasiya eləyirik. Bəli, siz verilişin əvvəlində çox düzgün qeyd elədiniz ki, həqiqətən də bu çox qlobal bir problemdir. Bu məsələləri tənzimləyən əsas orqan Birləşmiş Millətlər Təşkilatıdır. Birləşmiş Millətlər Təşkilatının bəzi ədəbiyyatlarda 16, bəzilərində 14 ixtisaslaşmış qurumları var. Məsələn, UNESCO, mədəniyyət, elm, təhsil sahəsində. Biz belə fikirləşə bilərik ki, UNESCO-nun bu məsələyə nə aidiyyatı var? Yox. Əslində elə bu məsələlərdə böyük rol oynayan elə qurumlardan biri UNESCO-dur. Nəyə görə? Elm sahəsi, mədəniyyət və s. bu UNESCO aiddir. Yəni, insan elmli olanda sözsüz ki, bu məsələlərə başqa cür yanaşacaq. Yəni, rasional yanaşma deyilən bir şey var. Onun elmi olmalı ki, rasional yanaşsın. Yəni, ağlını, məntiqini istifadə eləsin ki, mən bu ağacı kəsirəmsə, bunun nəticəsi nə ola bilər? Bunu bilməlidir. Və yaxud da ki, beynəlxalq, məsələn, dəniz təşkilatı var, o da BMT-nin bir qurumudur. Yəni, bunun da yaranmasının zərurəti ondan yaranıb ki, dənizlərdə çirklənmələr həddindən artıq çox olur. Bunun qarşısını almaq üçün. Tutaq ki, ətraf mühitin mühafizəsi ilə bağlı, məsələn, beynəlxalq aviasiya təşkilatı var. Bir çox təşkilatlar var ki, bu 16 və yaxud 14 təşkilatın bir neçəsi bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlıdır. Ancaq buna baxmayaraq, və yaxud da MAQATE, bizim dildə belə desək, beynəlxalq atom agentliyidir ki, hansı ki, radiasiya tullantılarıdır, nüvə istehsalı ilə bağlı, bunların qarşısını almaqdır və s. o məsələləri tarazlayır. Bunlar BMT-nin orqanı, qurumlarıdır, lakin ixtisaslaşmış konkret olaraq bu sahədə ətraf mühitin mühafizəsi ilə bağlı belə bir qurum yoxdur. Yəni, məncə, belə bir qurum olsa, konkret olaraq bununla məşğul olan bir qurum olsa, sözsüz ki, mən hesab edirəm ki, bu daha effektiv olardı və yaxın gələcəkdə yəqin ki, buna bir zərurət yaranacaqdır. Tutaq ki, təbiətin və ətraf mühitin mühafizəsi ilə bağlı Afrika Konvensiyası var 1968-ci il. Yəni, sırf bu məsələləri tənzimləyir. Bu məsələ qlobal bir məsələ olduğundan Azərbaycan özü təbii ətraf mühitin mühafizəsi ilə bağlı qanun qəbul edib. Bu, 1999-cu ilin iyunun 8-də qəbul olunub, avqust ayında da dərc olunub, qüvvəyə minibdir. Bu qanunda əsas nələr nəzərdə tutulub, maddələr nələr var? Mən elə ona toxunmaq istəyirəm ki, bilirsiniz, bu qanunda çox mükəmməl bir qanundur. Hüquqşünas olaraq mən o qanunla tanışam. Təsəvvür edirəm, burada vətəndaşların hətta hüquq və vəzifələri burada göstərilir ki, vətəndaşların hansı hüquq və hansı vəzifələri malik olmalıdır. Yəni, belə götürsək, vətəndaşların bir çoxu, böyük əksəriyyəti bundan xəbərsizdir ki, tutaq ki, hansısa bir istehsal sahəsidir, bir hüquqi şəxsdir, sahibkardır. O, ətraf mühiti çirkləndirən bir istehsalla məşğul olursa, heç dövlət orqanını heç qoyaq kənara. Vətəndaşın hüququdur ki, onun qarşısının alınması, hətta həmin hüquqi şəxsin ləğv olunması, onun fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Təsəvvür eləyin, vətəndaş bunu bilmir. Vətəndaş fikirləşir ki, yox, dövlət orqanı var, qoy bununla məşğul olsun. Biz nəzərə almalıyıq ki, Azərbaycan
elə bir ərazidə yerləşir ki, məsələn, bizim təbii su ehtiyatlarımız, içməli su olan Azərbaycanın ehtiyatı təxminən 31 kilometr kub həcmindədir və bunun da 3/2-si transsərhəd çayların hesabına formalaşır. Məsələn, Kürdür, Arazdır, Samurdur, böyük çayları mən deyirəm, o balaca çayları demirəm. 3/2-si. Və bu çaylar da, məsələn, Kürd çayı Gürcüstan ərazisindən Türkiyədən keçib gəlirsə, Araz çayı Türkiyədən Ermənistan ərazisindən keçib gəlir və Ermənistanın bütün istehsal sahələrinin o zərərli tullantıları hamısı Araz çayına axıdılır. Və yaxud da ki, Gürcüstan düz Ermənistan bizə düşmən dövlətdir və bunu təbii qəbul eləmək olar ki, düşmən də elə buna da istəyir və buna da çalışır. Baxmayaraq ki, biz Gürcüstandan dost dövləti, qonşu dövləti, ancaq onlar da bunu bilməyərəkdən də olsa, onlar da təmizləməyirlər, elə istehsal sahələrində, hətta məişət tullantılardır ki, o yaşayış evlərdə, onlar da təmizlənmədən kürə axıdılır. Yəni bu, və yaxud da Samur çayı hansı ki, Dağıstan ərazisindən gəlir, bunlar hamısı təmizlənmədən Azərbaycan ərazisinə daxil olur. Yəni bu nə deməkdir? Biz belə olan halda biz özümüz ictimai qınaq olmalıdır, ictimai fəallıq olmalıdır, hər bir vətəndaşı çalışmalıdır ki, bu məsələlərdə aktiv olsun ki, heç olmasa, yaxşı biz kənardan gələn, deməli, su da bizim üçün içməli su, bu təhlükəli vəziyyətdəsə, deməli biz nə etməliyik? Özümüz o suyu zibilləməməliyik. Tutaq ki, Urmiya gölü, kütləvi informasiya vasitələrindən görür ki, o quruyur, suyu azalır. Belə götürəndən fikirləşə bilər ki, göldür da, bu qurursa nə olacaq ki? Ancaq elə deyil. O göl qurursa, onun əhatəsində neçə yüz kilometrdə yaşayan insanlar çox böyük fəlakətlə üzləşəcəklər. Yəni, nə demək, ətraf mühit elə Allah da elə balanslaşdırıb ki, bu göllərdir, dənizlərdir, ağaçlardır və s. Bunlar balanslı şəkildə yaradılır. Birinin olmaması artıq orada balansın, tarazlığın pozulmasına gətirib çıxardacaq. Sözünüzün qüvvəti Sovet dövründə Aral dənizinin qurulması ilə bağlı biz həmin bölgədə çox böyük ekoloji problemlərin yarandığını, insanların həyatına belə sağlamlığına belə çox ciddi ziyanlar vurulduğunu şahidi olmuşduq. Hələ o zamanlar Sovet dövründə bu məlumatlar gizlənilsə də, amma ara sıra bu informasiyalar sızırdı. Bizim süjetimizin vaxtı gəlib çatdı. Biz ətraf mühitə münasibətlə bağlı İslam müqəddəslərinin mübarək kəlamlarından ibarət bir toplu hazırlamışıq. Gəlin həmin toplunu birlikdə dinləyək. Müasir dövrdə bəşəriyyəti narahat edən məsələlər arasında ekoloji problemlər öndə dayanır. Qloballaşan dünyanın reallıqları fonunda bu problemlərin həlli istiqamətində aparıcı dövlətlər, təşkilatlar bir araya gələrək həm iqtisadi, həm də siyasi müstəvidə tədbirlər görsələr də, nəticələr yenə də qane edici deyil. Deməli, məsələyə yalnız dünyəvi baxımdan yanaşmaq kifayət etmir. Bu problemin həllində dinin potensialından da istifadə etmək lazımdır. Dinimiz təbiətin, ətraf mühitin qorunmasını bilavasitə bəşər övladının üzərinə qoyulan məsuliyyət kimi dəyərləndirir. Şuur sahibi olan insanı digər varlıqlardan daha üstün sayan Allah Teala, dünyadakı hər şeyi onun ixtiyarına versə də, təbiətdəki nizam-intizamı qorumaq məsuliyyətini də ona həvalə etmişdir. İnsan bəzən bu məsuliyyəti unudur, təbiətdən faydalandığı kimi ona ziyan da vurur. Atmosferə buraxılan zərərli qazların miqdarının durmadan artması, hər il müxtəlif məqsədlərlə kütləvi şəkildə ağacların kəsilməsi, çirkab sənaye sularının içməli su hövzələrini çirkləndirməsi, neft tullantılarının dənizlərə axıdılması bunun sübutudur. Müqəddəs kitabımızın Rum surəsinin 41-ci ayəsində buyurulur: İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən quruda və suda fəsad əmələ gələr. Bu ayə barədə dərindən düşünsək, onu bəşəriyyətin üzləşəcəyi ekoloji problemlər barədə Allah Taalanın xəbərdarlığı kimi də qəbul etmək olar. Əslində ətraf mühit Allah Taalanın bizə lütf və əmanətidir. Onu çirkləndirməklə, ona biganə yanaşmaqla uca yaradanın verdiyi nemətə nankorluq, əmanətə xəyanət etmiş oluruq. Dinimiz ətraf mühiti çirkləndirməyi həm də insanın bilavasitə özünə zərər verməsi kimi qiymətləndirir. Çünki bu, sağlamlığımız üçün təhlükəlidir. Allahın insanlara verdiyi ən mühüm nemət olan sağlamlığın ilk şərti təmizlikdir. İslam təmizliyin hər növünə böyük əhəmiyyət verir. Evimizin, küçələrimizin, ətraf mühitin təmiz saxlanmasını vacib sayır. Dinimizdə təbiəti qorumaq, ona zərər yetirməmək təkidlə tövsiyə edilir. İslam Peyğəmbəri buyurub ki,
Hər kim bir ağac əksə, həmin ağacın meyvələrinin sayı qədər ona savab yazılar. Hər kim boş və istifadəsiz bir sahəni münbitləşdirsə, buna görə Allahdan mükafat alar. İstər insanlar, istərsə də heyvanlar həmin torpaqdan faydalandıqca savabı o adama yazılar. Peyğəmbərimiz müsəlmanları yaşıllıqları qorumağa təşviq edərək buyururdu: Əlinizdə ağac fidanı varsa, hətta qiyamət qopmağa başlasa belə, vaxt tapıb o fidanı əkin. Hikmətli sözlərin birində deyilir: Biz bu torpağı ulu babalarımızdan miras almamışıq. Biz bu torpağı gələcək nəsillərdən icarəyə götürmüşük. Gələcək nəsillərə çirkləndirilmiş dünya miras qoymağa, onların həyatını, sağlamlığını təhlükəyə atmağa mənəvi haqqımız yoxdur. Bu dünya bütün bəşəriyyətindir və onu qorumaq hər birimizin borcudur. Ağa müəllim, danışdığımız mövzuya Peyğəmbərimizin sünnəsində hansı münasibət göstərildiyi çox maraqlıdır. Peyğəmbərimiz öz həyatı ilə bizlərə hansı nümunəni göstərirdi? Peyğəmbərimiz ətraf mühitə, bitkilərə, heyvanlara qarşı hansı münasibət göstərirdi və nə cür davranmağı bizə tövsiyə edirdi? Varlıq nuru aleyhissalatu vesselamın həyatında təbiətə olan münasibətin çox açıq, bariz nümunələri var. Madam Quran-ı Kərim bizə ondan örnək götürməmizi istəyirsə, deməli həyata baxışımızda da biz o həyatdan çox gözəl örnəkləri götürə bilərik. Məlumuz ki, Quran-ı Kərimdə bütün ağaçların olmasa da bəzi ağaçların, bitkilərin, meyvələrin, tərəvəzlərin adı çəkilər. Hətta and da içilir bəzilərinin adı. Bəli, məsələn, əncirə and içildiyi yer var, xurmadan bəhs olunduğu, nardan bəhs olunduğu və bəzi bitkilərin adı xatırlanır. Bunun da xatırlanmasının arxasında çox elmi biliklər dayanır. Yəni, sıradan məsələlər deyil bu. Sevgili Peyğəmbərimiz aleyhissalatu vesselamın xüsusən Mədinə dövründə, İslam cəmiyyəti qurulduğu o anda, İslamın beşiği olan o yerdə, yurtda insanları təbliğ və təşviq etdiyi zaman ağacların əkilməsinə xüsusi diqqət yetirdiyi, hətta bir çox ağacları özünün əkdiyi və nümunə olaraq göstərdiyi, bəzi bölgələrdə ümumiyyətlə hər hansısa bir həşəratın belə öldürülməsinə qadağa qoymuşdu. Hər hansısa bir ağacın kəsilməsinə haram bölgəsi olaraq bəzi bölgələrdə o ağaçların, otun belə kəsilməsinə diqqət yetirirdi, kəsilməsin, hər hansı bir canlı zərər görməsin. Çünki bayaq söylənilən o danışıqlardan da irəli gələn bir həqiqəti söyləmək lazımdır ki, o ekosistemin içərisində ilahi bir müvazinət var. Hər hansısa bir canlının bir ayə olduğunu diqqətimizə çatdıraq ki, hər bir canlı Allahın bir ayəsidir. Onun yoxluğu, öz postunda olmaması, öz yerində, öz vəzifəsini yerinə yetirməməsi təbiətdə böyük bir qarma-qarşılığa aparıb çıxarır. Və bunu ən gözəl bilən, ən gözəl həyata sərgiləyən də Peyğəmbərimiz aleyhissalatu vesselamdır. Həyatında hətta söylədiyi hədislərdə də biz bunu görürük ki, deyir ki, bu böyük bir təşviqdir əslində ağac əkmək üçün, yaşıllıqları, ormanları. Çünki meşələr dünyanın ağciyəridir. Bunun inşası üçün Peyğəmbərimiz bir sözündə də, hədisində də buyurur ki, əgər görsəniz ki, məsələn, ulduzlar tökülür, günəş sönür, yəni qiyamətin əlamətləri üzə çıxır, əlinizdə bir ağac var ki, siz onu əkin deyir. Yəni, bir quldan, bir müsəlmandan, Allaha inanan bir insandan tələb etdiyi bir şey var ki, sən ağacı ək. Baxın, bugün elə bu söhbətimizə qulaq asan insanlar da bir qərara gələ bilər ki, gerçəkdən mən ağac əkmişəmmi? Neçə ağac əkmişəm? Elə bu söhbət bir vəsilə olsun bizə ki, ağac əkməyən insanlarımız ağac əkək. Elə bu tərbiyənin bir növüdür. Evlatlarımızın əlindən tutaq, həyətimizdə, bacamızda imkan olan yerlərə apara ağac əkək. Peyğəmbərimizin hər mədəniyyətindən bəzi nümunələri gətirək. Peyğəmbərimiz hərbi səfərləri gedərkən ağacların kəsilməyinə, su quyularının zəhərlənməsinə, zibillənməsinə qarşı hansı tədbirlər görürdü? Peyğəmbərimizin hərb taktikası olduqca manidar və bugünkü bəlkə də hərb dünyası üçün son dərəcə önəmlidir. Əvvəla onu qeyd edək ki, az zaman içərisində, xüsusən Mədinə dövründən sonra, hərbə icazə verildiyi andan sonra, təqribən 250-260-a yaxın insanın ölümü ilə Ərəbistan qədər böyük bir ərazinin fəthindən söhbət gedir. Məkkə kimi bir ərazinin fəthi bir insanın burnunun qanamaması ilə gerçəkləşibdir. Deməli, bizim Peyğəmbərimizin hərb elmində insan öldürməkdən daha çox insanı islah etmək var. Evet. Və bu yolla gedən orduya da daim o getdikləri yerdə təbiətə zərər vurmamaq üçün.
Çünki bayaq söylədiyimiz kimi təbiətdə var olan hər şey Allahın ayələridir. Onu əzməmək üçün, taxıl zəmlərinə toxunmamaq üçün, ağacları kəsməmək üçün, söylədiyiniz kimi suya olan, çaylara olan münasibəti açıqdır ortada. Hətta deyir ki, bir dənizin qırağında dəstəmaz aldığınız zaman deyir ki, dəstəmaz suyunu israf etməyin. Şəriətin ölçüləri var. Məsələn, məzhəblərimizə görə 2 dəfə əlliyi və 3 dəfə artıq göstərilmir. Bu bir israfın qarşısını alır. Varlıq aləmini dizayn edən Allah xüsusi bir sistemə uyğun olaraq hər şeyi yaradıbdır. Biz yaradılan o gerçəkliyə uyğun olaraq hərəkət etməliyik. Bunun da canlı nümunəsi Peyğəmbərimiz aleyhissalatu vesselam, onun əhl-i beyti, əhl-i beytdən gələn imamları, əshabı bunu bizə göstərib ki, biz də bugünkü günümüzdə ondan yararlanma məcburiyyətindəyik. Siracəttin müəllim, mən istərdim ki, Azərbaycan qanunvericiliyində təbiətin mühafizəsi ilə bağlı normaları pozarkən hansı məsuliyyətlər nəzərdə tutulur? Bax, bunlar haqqında tamaşaçılarımıza məlumat verir. Mən bayaq söylədiyim kimi, ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulur ki, bu qanunun tələblərinin pozulması məsuliyyət yaradır. Ancaq məsuliyyətin yaranması təbii ki, burada 2 məsuliyyətdən söhbət gedir. Bir inzibati xətanın tərkibini yaradır, inzibati məsuliyyət, bir də cinayət məsuliyyəti. Qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 9-cu fəsli tam olaraq elə ətraf mühitlə bağlı olan məsələlərə, inzibati xətalara həsr olunubdur. Təxminən orada 40-a yaxın maddədir. Təsəvvür edən qanunlarımız mükəmməldir. Və yaxud da ki, qüvvədə olan Azərbaycan Respublikasının cinayət məcəlləsinin 28-ci səfərinci fəslidir. Haradasa da 14-15 dənə maddədir ki, onlar da artıq cinayət tərkibi yaradır. Yəni, əməlin inzibati xəta və yaxud da cinayət tərkibi yaratması törədilmiş əməlin ictimai təhlükəlik dərəcəsindən asılıdır. Əgər bir əməl inzibati xətadırsa, deməli, bunun ictimai təhlükəlik dərəcəsi aşağıdır. Tutaq ki, ağac kəsmək cinayət məcəlləsinin 259-cu maddəsinə görə cinayət hesab olunur. O xəta deyil. Məsələn, müəyyən müddət onu ovçular daha yaxşı bilirlər ki, tutaq ki, fəslin, ilin hansısa fəsillərində hansısa quşları ovlamaq olar, hansısa olmaz. Nəyə görə? Çünki dövlət orqanı bunu da, alimlər də müəyyən ediblər, dövlət orqanları bu qadağaları ona görə tətbiq edirlər ki, onların, məsələn, quşların yumurta üstündə oturan vaxtları var, bala çıxardan vaxtları var. Onu vurandan sonra o bala da məhv olacaq. Deməli, nədir? Bütünlükdə bu kütləvi olaraq məhvə gedib çıxardacaqdır. Ona görə də qanunsuz ov eləmənin özü mühüm ziyan vurduqda, yəni orada bir də fərqləndirici əlamət odur ki, inzibati xətadan, yəni törədilmiş əməl mühüm ziyan vurulmalıdır, ağır nəticələrə səbəb olmalıdır, onda bu cinayət hesab olunur. Bu məsələlər aktual olaraq qabardılsa, yəni kütləvi informasiya vasitələrində hesab edirəm ki, bu öz effektini verəcəkdir. Baxın, kütləvi informasiya vasitələrində bu tipli məsələlər görürsünüz, heç vaxt qabardılmır. Və hansı ki, bunu maarifləndirmək lazımdır insanları və bunları insanlara xəbərdar eləmək lazım ki, və o birisi də görməlidir ki, bu ağacı kəsirsə, bu cinayət məsuliyyətinə cəlb olunur, bu getdi məhkum olunur, azadlıqdan məhrum olunur və s. Artıq o birisi üçüncü şəxs fikirləşəcək ki, yox, bu mənim də başıma gələr. Tərbiyəvi əhəmiyyət daşıyır. Tərbiyəvi əhəmiyyət daşıyır, bəli. Bu məsələ ictimai məsələ olduğuna görə ictimai qınağa səbəb olmalıdır. Biz fərdi yanaşmamalıyıq bu məsələlərə. Bizim qanunlarımız mükəmməldir. Sadəcə olaraq bu qanunların icra mexanizmi zəifdir. Yəni, qanunlara icrasını nəzarət eləməli olan orqanlar bunu lazım qaydada nəzarət eləmirlər. Ona görə də biz fərdi yox, ictimai yanaşmalıyıq. Hər bir vətəndaş bu məsələyə öz təpkisini göstərməlidir. Bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimizi ünvanlayıb ondan cavab istəmişik. Gəlin birlikdə sual-cavab rubrikasının bugünkü buraxılışını izləyək. Quran-Kərimdə adı keçən hikmət əhlindən biri də Həzrəti Loğmandır. Həzrəti Loğmanın kim olduğu barəsində Quranda geniş məlumat verilməsə də, onun adına bir surə vardır. 31-ci surə Həzrəti Loğmanın adını daşıyır və həmin surədə onun adı 2 dəfə qeyd olunur. Xüsusən də hikmət əhli olan Loğmanın Quran-Kərimdə oğluna nəsihətlərindən bəhs olunur. Nə cür bir davranış sahibi olmaq, nə cür bir həyat yaşamaq, xüsusən də Loğman öz hikmətli sözlərində ata-anaya hörmət etməsini, təkəbbürlü olmamağı, müvazinəti gözləməyi, gündəlik həyatda nə cür davranmaq, nə cür yerimək, nə cür danışmaq lazımdırsa, bunları tövsiyə edir ki, burada da mütədillik, orta bir yol əsas yer tutur.
Allahın yolu ilə gedən insanın nə cür davranması lazım olduğu onun dili ilə anlatılır ki, bu da onun bir hikmət əhli, hakim bir insan olduğunu, eyni zamanda da bir könül insanı olduğunu göstərir. Həzrəti Loğman haqqında məlumatlarda onun qara dərili bir şəxs olduğu bildirilir, amma xüsusən də onun şəxsi ilə başqa şəxslərin, hikmət əhlinin bir çox sözlərinin də qarışdırıldığını görürük. Avropa dünyasında xüsusən 18-17-ci əsrlərə baxdıqda Loğman tanınmış bir şəxs olaraq orada da üzə çıxır və bir çox hallarda qədim Yunan filosofları ilə fikri, əqli baxımından, yüksək zəkaya malik olması baxımından müqayisə olunan bir şəxsiyyət olub ki, həmişə insanlara hikmətli, düzgün yolu tövsiyə edib. Loğmanın hansı dövrdə yaşadığı, hansı vaxtlarda yaşadığı tam bilinməsə də, bəzi məqamlar bunun Həzrəti Musa ilə Həzrəti İsa arasındakı bir dövrdə, bəzilərində isə Həzrəti İsa ilə Həzrəti Məhəmməd Peyğəmbərin yaşadığı dövr arasındakı bir dövrdə yaşadığı bildirilir. Uzun ömürlü bir şəxs olduğu bildirilir. Hansı məqamı seçmək istəməsə Allah tərəfindən buna lütf olunub. Allah Teala buna nübüvvət və ya hikmət istəyirsən dedikdə o hikməti seçmiş. Beləliklə o hikmət əhlidir. Onun hikmətli kəlamları çoxdur. Bir maraqlı kəlamı misal üçün belədir ki, iki şeyi heç vaxt yaddan çıxarma. Allah Teala ilə ölümü. İki şeyi isə hər zaman yaddan çıxartmağa çalış. Başqasının sənə etdiyi pisliyi, sənin özünün başqasına etdiyin yaxşılığı. Hər iki qonağımıza eyni bir sualla müraciət etmək istərdim. Ətraf mühitə münasibət məsələsində hər birimizin vəzifəmiz, hər birimizin rolu nədən ibarət olmalıdır? Çünki çox təəssüf ki, biz veriliş gedişində də bunu vurguladıq. Biz bəzən bunu adiyyəti olan qurumların öhdəsinə buraxmağa çalışırıq, dövlət öhdəsinə yıxmağa çalışırıq ki, onlar tədbir görməlidirlər, onlar bunu etməlidirlər, onlar bizim əvəzimizə bu işi görməlidirlər. Amma bu problem hamımızın problemidir. Bu bizim hər birimizin, özümüzün və gələcək nəsillərimizin problemidir. Bax, bununla bağlı yetişməkdə olan nəsli, böyüməkdə olan nəsli bu ruhda tərbiyə eləmək üçün hansı tədbirlər görmək lazım? Gəlin bu barədə danışaq. Sizdən başlayaq, buyurun. Əvvəla, bu məsələdə ailə böyüklərinin daha böyük bir rolu var, bunu unutmayaq. Çünki onlar öz evladlarına vətən, millət sevgisini öyrətdikləri zaman vətənə olan münasibəti, həyata olan münasibəti də aşılamalıdırlar. Məsələn, açığı bugün deyək, belə zibil qabların içərisinə məsələn şüşələr atılır ki, biz bilirik ki, o şüşələr bəzən 2 əsr, 3 əsrə qədər çürümür. Məsələn, onları biz gərək ayırmağı bacaraq. Neylon şeyləri var, kloklar falanlar, onları məsələn ömürləri çox uzundur. Onlar o kimya şəhəri olan torpaq altında açıq uzun müddət qala bilirlər, çürümürlər kimyəvi tərkibi olduğuna görə. Yəni maksimum dərəcədə çalışıb bu kimi ayrımları, seçimləri etməyi bacarmalıyıq. Azərbaycan ərazisi hər birisi bizim üçün evimiz hökmündə olmalıdır. Biz bu cür yanaşmalıyıq. Təmizliyə belə riayət etdiyimiz zaman onun çox böyük effektlərini, müsbət tərəflərini görəcəyik. İşin başqa tərəfi də ondan ibarətdir ki, əgər biz bunları sırf Allah rızası üçün, Allahın bir əmri olaraq təmizliyi qoruyun deyə üzərində dayansaq, bunun həm səvab yönünü əldə etmiş olarıq, həm də ictimai nöqteyi nəzərdən böyük bir gigiyenik sağlamlıq nöqteyi nəzərdən də faydalarını görə bilərik. Sözcüftü, mənim sizin fikirlərinizi eşidək, buyurun. Biz İslami dəyərlərə küçümsəməməliyik, İslami dəyərlərə önəm verməliyik. Təbii sərvətlər hamısı Allah deyir ki, mən sizin üçün yaratdım. Bütün canlılar siz bilirsiniz ki, insana xidmət eləmək üçündür. İstəyir ağac olsun, istəyir bitki olsun, heyvanat aləmi olsun, hamısı insana, suyun özü canlıdır. Və torpağın özü də canlıdır. Onu götürüb biz mikroskopla baxanda orada milyardlarla mikrohüceyrələr var ki, onlar hərəkətdədirlər. Deməli, bunlar hamısı insan üçündür. İnsan nə etməli? Bunları qorumaq. Bunları qorumaq üçün də Allahın qadağalarından xəbəri olmalıdır. Ona görə də hər bir insan ailədə tərbiyə almalıdır. O heç ancaq ən azından İslami dəyərləri bilməlidir. Bilməlidir ki, bunu eləmək bizim ziyanımızadır, bunu eləmək bizim xeyrimizədir. Çox sağ olun, maraqlı söhbətə görmənizə təşəkkürümü bildirirəm. Sağ olun, çox sağ olun. Hər bir insan öz evinin təmizliyinə və səliqə səhmanına diqqət yetirir. Evi zibillənərkən bundan narahat olur. Lakin gəlin evimizin sərhədlərini bir qədər genişləndirməyə çalışaq. Evimizin sərhədlərini evimizin qapısından kənara çıxaraq,
öz məhəlləmizi, şəhərimizi, vətənimizi öz evimiz bilək. Unutmayaq ki, bizim evimizdən kənar olan mühit də, məhəlləmiz də, şəhərimiz də, ölkəmiz də və bütün yer planeti də bizim vətənimizdir. Və Allahın yer üzündə canişini olmaq etibarı ilə ətrafımızda baş verən hər bir hadisə üçün Allah qarşısında gec-tez cavab verəcək. Allah'a emanet.